Xanımın əri köhnə qızdırıcını gətirib ona göstərir ki, bu qızdırıcı artıq köhnəlib, bunu tullayaq, yenisini alarıq. Deyir, hə, o tullayaq. Bunu eşidən evdəki xidmətçi deyir, onu əgər tullamayın, verin mənə. Deyirlər, neynirsən sən onu? Deyir, mənə lazımdır, yoldaşım hamilədir, evdə çox soyuqdur, bunu aparacam, onu yandırıb isinsin. Deyir, hə, problem yoxdur, axşam gedəndə apararsan və çox təşəkkür edir. Sonra qadın pul gətirib xidmətçiyə verir, deyir, göyərti alarsan bundan. Deyir ki, getməkdə ikən, deyir, xanım, yoldaşın köhnə paltarları var. Deyir, hə, var. Deyir, onu mənə verin də tullamayın. Deyir ki, neynirsən sən onu? Deyir, hava çox soyuqdur, mənim də paltarım yoxdur, onları geyinərəm. Bunu eşidən qadının yoldaşı tez dolabda olan paltarları yığışdırıb gətirir. Qadın görür ki, ərinin sevdiyi paltarlardır və dillənir ki, sən o sevdiyin paltarları ona niyə verirsən? Deyir, yox, mənim bunlar köhnə paltarlardır, əynimə getmir, ona görə onu verirəm ona. Deyir, əgər köhnə paltarlarınız deyilsə, mən onları istəmirəm. Deyir, yox, köhnə paltarlardır, artıq onlar mənə gəlmir. Paltarların arasına baxanda onun arasındakı pulları görür və dillənmək istəyəndə oğlan tez onun sözünü kəsir. Deyir ki, sənin yoldaşın hamilədir, bu pullar sənə lazım olacaq. Deyir, çox sağ olun, biz bunlardan istifadə edəcəyik və səni heç ummazdıq ki, siz belə bizim kimi kasıbları fikirləşirsiniz. Deyir, heç bir çakıncası yoxdur. Sonra sağollaşıb gedir. Qadın ərinə yaxınlaşıb deyir ki, sənin o sevdiyin paltarlar idi, sən onu niyə ona verdin? Deyir ki, mən artıq onlardan istifadə etmirdim. Biz çoxlu sayda paltarlar almışıq, amma istifadə edirik. Amma o paltarlar başqası üçün yararlıdır. Onlar paltarı yoxdur, ondan istifadə etməlidirlər. Ona görə mən o paltarları verdim ona. Bundan sonra biz hər şeyə qənaət etməliyik, israfçılığa yol verməməliyik. Deyir, hə, düz deyirsən. Bundan sonra hər şeyi nəzərə alacaq. Kasıbların da qayğısına qalmaq gərəkdir. Bu onlar üçün böyük sevinc olardı. Diqqətinizi